Salam dostlar, axıra qədər izləməyinizi tövsiyə edirəm. Çünki belə bir ev ancaq insanın yuxularında və xəyallarında olur. Amma bu günləri sizlər üçün gerçəkləşdirmişəm. 75 minə 4 otaqlı super təmirli. Qaz sayğacından qorxursunuz, qorxmağa ehtiyac yoxdur. Qaz sayğacımız var, işıq sayğacımız var. Eləcə də həyətimiz çox geniş və böyük. Evet dostlar, gəl bura. Bu arada Ayşə xanımın əlaqə nömrəsi 055 570 96 40 051 558 08 28 isə Rövşənbəyin əlaqə və nömrələridir. eləcə də 452 60 nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz. Dəyərli dostlarım, evimizin ön görünüşünü görürsünüz. Həyətində, bax, burada nə əkəsən? Ortadan bir dənə palma, necə olar Ayşə xanım? Qəşəng. Və qıraqlarından gül çiçək. Və yaxud da ki, buranı bisekli edirsən, qaldırırsan üstünə. İnandırım sizi sözə qüvvət. Mən elə onu fikirləşdim ki, tam bisetkanın yeridir. Bisetkanın əsl yeridir burada həyətdə. Ləzzətli yəni. Yəni bisetka yaradırsan, olmayan kimi olur da bu şey, efkrit olur. Yəni Pramuk Karalevində. Dəyərli dostlarım, həyətdə uşaqlarınızı buraxın. Burada bir dənə pultlu maşın alın, velosiped alın, belə kuruqlasın da yəni. Kuruqlasın. Evimizdə söz yoxdur. Həyət bacıya bir dənə baxın. Bax, özüm də kuruqluyum, bax. Dostlar, fərz edin ki, uşağınız velosiped sürür burada. Bax, necədir? Əla. Parmal qapısı var. Yerdən hündür kürsülüyü, kukula kimi bir ev. Məncə bu evi əldən qaçırtma. 75 minə nə verirlər? Cəmaət heç nə. Bir dənə maşın alır 75 minə. Mən sizə 75 minə 4 otaqlı, full təmir həyət evimizi təqdim edirəm. Gəlin inşallah evimizin içinə. Kombi xəttlərimiz çəkilir, dəyərli dostlarım. Su xəttimizin linasıdır burada. Evimiz yerdən hündür kürsülüdür. Onu deyim. Dam üçün çıxış yerimiz var. Qabaq tərəfi terasdır. Gəlin bura. Ya Allah'ım abi. Evimizin ilk öncə istəyirəm Ayşə xanım oradan bir dənə bizi tutsun. Elə niyə? Ona görə ki, qapılarını örtüm. Evin qapısı yer aslan, şir, yatdığı yerdən bilinir. Gəlin bura dostlar. Evimizin bax, hündür tavanı. 3 metr, belə deyim da, haradasa 70 santidir nə qədərdir, bax belə 4 metrə yaxın demək olar ev tavanı, hündürlüyü var. Gəlin bura. Evimizin birinci xanımlarımızı nəzərə alaraq həmişəki kimi başlayıram mətbəxindən. Bura evimizin mətbəxidir. Tavanlı bir dənə baxın, gizli işıqları, zadı, super. Burada hündür bir dənə qəşəng xanıya belə yıxdırırsan, panorama pəncərə efkrit olur. Kombi xəttlərimizin yerinə kimdə var. Və evimizi, uşaqlarımızı nəzərə alıram. Gəlin. Evin uşaq otağı. Çox səriyəli, istər qız olsun, istər oğlan, fərq eləməz. Hiss durlarına qədər hamısı var. Evimizin böyük tərəfi boşluqdur və eləcə də keçirəm evimizin yataq otaqlarına. 1, 2, 3 dənə, 4 dənə, bu da zaldır, yox, zal. 3 dənə yataq otağı, bir dənə zal. Gəlin bura. Evimizin zalı bir dənə baxırdı. Bir dənə aldı, tavan zalı belə. Restorları, zalı, gizli işıqlar, yox, bəbərcə. Ayşə xanım, bir dənə buradan gəldi, rahat, bir dənə bax. O tinə ki, sən olma, sağa şeydən Ayşə xanım, bir dənə bax. Evin bir dənə gözəlliyinə baxın. Ya fərz elə burada ürəyini istəyən qonağı gətirir. Deyək ki, mən bu evi 150 min almışam. Gör sənə nə deyəcək? Deyəcək, valla ucuz almışsan. Satırsansa buna 160 min verirəm. Yanında bir dənə qonağı gətirir, bunu deyəcək. Yolda ki, ülvi yolundadır. Düz buradan beton yola da çıxırsan, beton yola çıxdın, şəhərin istənilən yerinə 20 dəqiqə çatırsan. Buradan da ki, düşdün, düz avtobusda ülvi yolda yaxındır. Gəlin bura. Evimizin yataq otağı. Pəncərə setkalarına qədər hamısı burada var, gördüyünüz kimi. Hamısının setkaları var. Evin arxa tərəfində geniş məsafəsi var. Yəni hasardan aralı deyil. Evlər heç bir olun boşada baxan pəncərə yoxdur. Gəlin bura. Digər yataq otağımızdır. Üstündən qədər hər bir şey hazır. Çox səliqəli və möhtəşəm bir ev. Axtaranlar bu evi əldən qaçırmasınlar. Və evimizin dostlar. Sanitar uşağı. Super. Real alıcılar.
Məncə tələsin. Pulu cibinizə qoyun, heç beyə ehtiyac yoxdur. Mən beh götürmürəm. Pulu qoy cibinə, elə rövşən. Gəlirəm bu evi sükunta model götürməyə. Vəsə, Ayşə xanımın bu arada əlaqə nömrəsi 055 570 96 40 051 558 08 28 Rövşən bəyin əlaqə və nömrələri. eləcə də 051 400 52 60 nömrəsi ilə də zəng edib, gəlib bu evə ətraflı yerində baxıb, yerində də gedib alqı-satqı eləyə bilərsiniz. Sağ olun, var olun.